Dəstəmazsız cənazə namazı qılmaq olar. Dəstəmasız cənazə namazı qılmaq olarmı? Cavab, dəstəmasız cənazə namazı qılmaq olmaz. Lakin baxmayaq ki, alimlər arasında ixtilaf var. Sadəcə bəzi alimlər, məzhəb alimləri və həmçinin İbn Baz və Rahiməhullah bu görüşdədir. Dəstəmasız namaz qılmaq olar deyir. Nəyə görə? Çünki artıq orada namaz deyil, lüğət mənasında. Demir dəstəmasız namaz qılmaq olar. Namaz olaraq o deyir ki, orada namazın, çünki elə yerlər var Qur'an-ı Kərimdə və ya hədislərdə elə yerlər var, namaz yanında orada qəsd olunan lüğəti mənadır. Necə ki, Allah Teala Qur'an-ı Kərimdə deyir ki, وَسَلِّ عَلَيْهِمْ, yəni onlara namaz qıl. Onlara deyib, yoxsa وَسَلِّ عَلَيْهِمْ onlara dua elə. Onlara dua elə. Salat deyəndə, namaz deyəndə, namazın, bizdə namaz deyəndə ancaq namaz başa düşür. Amma ərəblərdə salat deyəndə, namaz deyəndə lüğəti mənası başa düşülür, islahi mənası başa düşülür. Lüğəti mənası nədir? Dua. Əs-salat, salatın lüğəti mənası nədir? Sallallahu aleyhi və səlləm deyirsən. Peyğəmbər sana salavat gətirir. Salat, dua. Aydın oldu. Amma şəri mənası isə məlumdur. Müəyyən sözlərdir. Allahu Ekber, Bismillah. Ona görə də səhih odur ki, belə bir şey bizdə sabit olmadığı üçün biz dedik ki, bu görüş İbn Baz və digər alimlərin bu görüşü zəif görüşdür.